Mütəxəssislər bildirirlər ki, etibarlı şirkətlərin istehsal etdiyi bitki tərkibli çaylar düzgün şəkildə istifadə olunarsa, bu halda faydalı ola bilər. Lakin bəzən tərkibi və istehsal şəraiti məlum olmayan çaylara da üstünlük verilir. Bu isə qaraciyər və böyrək çatışmazlığı, nevroloji problemlər, həmçinin mədə-bağırsaq sistemi ilə bağlı fəsadların yaranmasına gətirib çıxarır. Hər şey qaydasında olan, tərkibi normal olan çayların özlərinin də bəzən yan təsirləri ola bilər ki, belə ki, xüsusən də sidik qovucu çayları düşündüyümüzdə, sidik qovucu çaylar xüsusən də böyrək problemi olan insanlarda daha da ciddi problem yarada bilər. Böyrək çatışmaz olan insanın mayını bədən həddindən artıq itirməsi ilə problemlər gətirib çıxarda bilər ki, bədən susuz qalmasına gətirib çıxarda bilər, təzyiqin kəskin aşağı düşməsinə səbəb ola bilər. Öd qovucu çaylar da dediyimiz kimi mədə-bağırsaq sistemindən qaynaqlı problemlər gətirə bilər. Yəni bu çayların hər birinin özünün ayrı-ayrılıqda yan təsirləri var. Bitki tərkibli çaylar mütləq həkim nəzarəti altında istifadə olunmalıdır. Çünki yalnız həkim xəstənin vəziyyətinə uyğun olaraq təhlükəsiz və effektiv olan çay növünü müəyyən edir. Əks halda bu çaylar daxili orqanlarda problemlər yarada bilər.